Salam uşaqlar. Bu videoda mən sizə güvən nəşriyyatının sınaqlar toplusundan 16-cı sınağın izahını verəcəm. Demək, birinci sual sadə bir sualdır, tənasüblə bağlıdır. 7 vurulsun x bərabərdir 14 vurulsun 0,5. Tənasübün xassəsini tətbiq elədik. Hər tərəfin 7-yə böləndən sonra burada 2 qalır. Burada 1x bərabərdir 2 vurulsun 0,5 1-ə bərabər. İkinci sual. Gördüyümüz kimi kosinüs 30 dərəcədə alır nə? Kökdə 3 bölünsün 2 üstə gəlsin. Sinüs 60 dərəcə. Kökdə 3 bölünsün 2 üstə gəlsin. Tangens 30 dərəcədə nə alır? Tangens 30 dərəcə kökdə 3 bölünsün 3. Və kotangens 60 dərəcədə də eynisin alır. Və bunu da hesablayanda bizə verir 5 kökdə 3 bölünsün 3. Ortaq məxrəcə gətirib özünüz də hesablaya bilərsiniz. Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet. Bizə verilib nə qədər? 12. O zaman hipotenuz bizə bəlli olur ki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni hipotenuzumuz 24'dür. Düzbucaqlı üçbucaqda da 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğundan bunu 24 tapdıq və nəhayət median olur. Median M adlandırsaq hipotenuzun yarısı 12. Deyir ki A nöqtəsi hansı nöqtəyə nəzərən B nöqtəsinə simmetrik olar? Təbii ki A nöqtəsi B nöqtəsinə onların orta nöqtəsinə nəzərən simmetrik olar. Yəni hər ikisinin orta nöqtəsi olan nöqtəyə nəzərən. Həmin nöqtənin koordinatları x0 bərabərdir 3 üstə gəlsin -1 bölünsün 2 bərabərdir 1 və y0 bərabərdir 5 üstə gəlsin -2 bölünsün 2, bu da bərabərdir 1,5. Demək nöqtəmiz oldu x-i 1, y-i 1,5 olan nöqtə. Ədədlər verilib A, B və C. Bunların müqayisəsini istəyir. Biz bilirik ki, bunlar fərq olanda biz onları cəm məxrəclərinə gətirib müqayisə eləyirdik. Sürətlərdə 1 alınırdı. Amma bu həmin tip suallardan deyil. Burada isə müqayisə eləmək üçün A-nı, B-ni, C-ni kvadrata yüksəldəcək. A bərabərdir verilib. A-nın kvadratı olur 11'in kvadratı, kökdə 11'in kvadratı 11, 19'un kvadratı 19 eləyir. Daha sonra kökdə 19'un. Bunların cəmi bizə verir nə? 30. Üstə gəlsin 2 kök altında 11 vurulsun 19. B kvadratı bərabərdir. Yenə təkrar kökdə 14, kökdə 16 kvadratda yüksəltsək 30. Cəmi eləcə 30. 2 kök altında 14 vurulsun 16. Və C kvadratı bərabərdir. Yenə 9'un kökdə 9'un kvadratı eləyir 9, 21 eləyir 21 və cəm 30. 2 kök altında demək 9 vurulsun 21. Bu 189'dur. Bu 209 eləməlidir. Səhv eləmirəmsə bu 209'dan daha böyük qiymət alır. Və hər biri 30 üstə gəlsin olduğu üçün bunları hesablamıram. 30 üstə gəlsin olduğu üçün C-də 30'un üstünə əlavə olunan ən kiçikdir. Demək C ən kiçik ədəddir. Daha sonra A-da əlavə olunan bundan böyükdür və ən çox olan isə 2 kök altında 14 vurulsun 16'dır. Buna görə B-miz ən böyük. Yəni kvadratı böyük olan ədəd özü də böyük olacaq. C kiçikdir, A kiçikdir. B münasibətində olacaq. C kiçikdir, A kiçikdir. B münasibəti A variantında verilib. Kosinüs x funksiyasının ən böyük qiyməti qaydadır. Kosinüs x funksiyası hansı aralıqda qiymətlər ala bilir? -1, -1 aralığında. Və kosinüs x funksiyasının ala biləcəyi ən böyük qiyməti istəyirsə bu 1'dir. Sonra A çoxluğu B çoxluğunun alt çoxluğudursa bizdən A fərq B, N B fərq A və N A kəsişir B-nin cəmini istəyir. Gəlin baxaq. Bu A, bu da B. A, B'nin alt çoxluğudur.
O zaman A'nın B'dən fərqi, A'nın B'dən fərqində element var mı? Yoxdur. Yəni elə bir element yoxdur. O A'da olsun, B'də olmasın. O zaman bu birincisinə deyirik 0. B'nin A'dan fərqi, B'də olub A'da olmayan elementlər buradakılardır. Düzdürmü? Bir də B ilə A'nın kəsişməsi. B ilə A'nın kəsişməsi haradır? Diqqət eləsək, B ilə A'nın kəsişməsi, baxın buradır. Tamam. Bunların toplamı nə olacaq? 0 üstə gəlsin B'nin A'dan fərqi, bir də A ilə B'nin ortağı. Yəni mən burada rənglədiyim hissələrə baxsaq, bunlar tamamında B-ni verir. Yəni N B-yə bərabər olacaq. Doğru cavabımız NB, Y variantı. Daha sonraki suala baxaq. Funksiyasının ən kiçik müsbət dövrünü istəyir. Biz bilirik ki, sinus x funksiyasının dövrü 2pi-dir. O zaman bunun ən kiçik müsbət dövrünü istəyirsə, 2pi bölünsün. Burada sinus x funksiyasındakı x'in qabağındakı k bölünsün. Nə? 4. Bu da bərabərdir. Nəyə bərabər olur? Pi bölünsün 2'ye. Müsbət pi bölünsün 2'ye. Daha sonra tərəfi 10 cm olan rombun hündürlüyü tərəfini 2 bərabər hissəyə bölür. Rombun tərəfinin uzunluğu nə qədərdir? 10 cm-dir. 10 cm-dir. Və biz buradan hündürlük çəksək tərəfə, tərəf 2 bərabər hissəyə bölünür. Bizdən tələb olunan nədir? Rombun sahəsini tapın. Tərəf 10'dur. Əgər bu 2 bərabər hissəyə bölünübsə, bu bölünən hissə ilə bu bölünən hissə bərabərdir və bu bölünən 10'un yarısına bərabərdir. Tərəfin yarısına bərabərdir. O zaman buradan perpendikülər endirmişiksə, düzbucaqlı üçbucaqdır. Bu bucaq 30 dərəcəli bucaq olmalıdır ki, bunun qarşısındakı katet hipotenüzün yarısına bərabər olsun. Beləliklə, bura olacaq 5, onun yarısı və burada 60 dərəcə olacaq. 60 dərəcəli bucaq qarşısındakı katetdə olacaq 5 kök 3. O zaman sahə istəyirsə bizdən S bərabərdir 10 vurulsun 5 kök 3. Yəni tərəf və hündürlüyün hasili, bu da 50 kök altında 3. Doğru cavabımız Y variantı. Paralel köçürmə zamanı deyir ki, A 3-2 nöqtəsi B 2-3 nöqtəsinə keçir. Bu zaman S3-1 nöqtəsi hansı nöqtəyə keçər? Bunun üçün biz paralel köçürmə tənliyini müəyyən eləməliyik. X' bərabərdir. Baxın, A nöqtəsi X2 idi, 3 idi, 2'ye keçdi. Bir vahid azaldı. Bu zaman X' bərabərdir, X sıxılsın 1. Y' nəyə bərabərdir? 2 idi, 3'e keçdi. Demək ki, bir vahid artdı. Y üstə gəlsin 1. O zaman S3 1 nöqtəsi keçəcək. Bir vahid artacaq 3. S' deyək. X koordinatı bir vahid azalacaq. X'in yerinə burada 3 yazsaq, 3 çıxılsın 1 eləyir 2. Y-in yerinə burada 1 yazsaq, 1 üstə gəlsin 1 olacaq 2. Yəni 2-2 nöqtəsinə keçəcək. 11 nömrəli suala diqqət eləyin. Deyir, sonsuz azalan həndəsi silsilədə B3. Şuralar burada diqqət eləyin. Demək, B3 və B5'i verib bizə. B3'ü verib 36, B5'i verib 9. Tamam. Q nəyə bərabərdir? Daha doğrusu Q kvadratı. Bunlar arasındakı fərq 2'dir. Axı Q kvadratı bərabərdir. 36 bölünsün. 9 bölünsün 36. Bu da eləyir 4'də 1. Təbii ki, burada Q bərabərdir. Üstə gəlsin, çıxılsın 2'də 1 alırsınız və yaxud 0,5. Amma bizə burada qeyd edilib sonsuz silsilə yox. Sonsuz azalan həndəsi silsilə. Yəni bizim silsiləmiz azalan silsilədir. Ona görə Q mənfi ola bilməz. Q mənfi olsa, təsəvvür edin ki, həddin biri mənfidir, biri müsbət, biri mənfidir, biri müsbət növbələşirlər. Burada nə artma, nə azalma hissədən danışmırıq. Ona görə də bu silsilədə Q mənfi 2'də 1 ola bilməz. Yalnız müsbət 2'də 1, müsbət 0,5 D variantı. Sonra
Demək funksiyası üçün aşağıdakılardan hansı doğrudur? Diqqətlə baxın. Qollar yuxarı deyil. Düzdür? Demək A sıfırdan böyük deyil. Bunu atdıq. Sonra B. B-nin işarəsi ilə işim yoxdur. C-yə baxıram. X oxunu harda kəsir? Daha sonra Y oxunu. Müsbət yarım hissəsində, düzdür? Demək ki, C müsbətdir və doğru cavabı tapdıq. Yeri gəlmişkən, uşaqlar, doğru cavabı tapdıq. Bu heç bundan qane olmuruq. B-ni müəyyənləşdirmək üçün nisbətən, belə deyək də, daha sadə olan, yəni heç bir qaydaya getmirik, təpə nöqtələrinin koordinatlarına getmədən, bax, belə bir şey deyə bilərik. Əgər qrafik Y oxunu kəsir və aşağı gedirsə, bu zaman B sıfırdan kiçikdir. Kəsib yuxarı qalxırsa, istənilən bir formada, kəsib yuxarı qalxırsa, istər qollar aşağıda, istər qollar yuxarıda, bu zaman B sıfırdan böyük olur. Yəni bu sanki həmin o təpə nöqtələrindən A-nın, B-nin, C-nin işarəsini müəyyən etməkdən alınan yekun bir sadə nəticədir. Yəni burada doğru cavabımız C sıfırdan böyükdür. Oldu. Aşağıdakı ədədlər cütündən növbəti sualda hansı qarşılıqlı sadədir? Çox sadə bir sualdır. Ardıcıl ədədlər A variantı. Sadə deyil. Sadə deyil. Tamam. Bu məsələlərə diqqət edirik. Çünki biz, baxın, özümüz də belə hətta burada diqqətsizlik eləyə bilirik. Sadədir, sadə deyil. Köküdür, kökü deyil. Ola bilər, ola bilməz. Bu məsələlərə fikir vermək lazımdır. Qarşılıqlı sadə ədədlər deyil deyir. Burada verilib 9-16 qarşılıqlı sadədir, 5-17 qarşılıqlı sadədir, 16-25 qarşılıqlı sadədir, amma 19-57 qarşılıqlı sadə deyil. Çünki 57 özü 19-a bölünür. Daha sonra bu şərti ödəyən natural ədədlərin sayını istəyir. Elə deyilmi? Biz bunun üçün hər tərəfinə müsbət 5 əlavə eləyərik. Əlavə elədikmi? Nə alırıq? 4-ün böyükdür 8, kiçikdir, bərabərdir 24. Hər tərəfini 4-ə bölsək, müsbət 4-ə. 2 kiçikdir n, kiçikdir, bərabərdir 6 alarıq. Bu zaman ödəyən natural ədədlərin sayı necə olur? N bərabərdir 3, 4, 5 və bir də 6 daxil olduğu üçün 6 özdə ödəyir. 4 sayda natural ədəd bunu ödəyir. Keçək növbəti hissəsinə. Növbəti hissədə demək 15 nömrəli sualdan davam edək. A nöqtəsindən çevrəyə AD toxunanı və AC kəsəni çəkilmişdir. Burada AB-ni 1 verib, baxın diqqətlə, AB-ni 1 verib və BC-ni verib 15. O zaman AD toxunanı nəyə bərabər olacaq? Məlum qaydaya görə toxunanın xassəsi var da. AD-nin kvadratı bərabərdir. Kəsənin çevrə xaricindəki hissəsi, yəni 1, vurulsun bütöv kəsən, yəni A nöqtəsindən C nöqtəsinə qədər olan məsafə bütöv 16. AC kvadratı bərabərdir 16-dırsa AD kvadratı. AD-miz nəyə bərabər olacaq? 4. Demək, AD oldu 4. Baxaq 16 nömrəli sualda 40 otaqlı mehmanxananın otaqları 2 nəfərlik və 3 nəfərlikdir. Bu mehmanxanadakı yerlərin sayı 95 olarsa 3 nəfərlik otaqların sayını tapın. 40 otaqlı mehmanxanadırsa, demək ki, mehmanxanada 40 otaq var da. Yəni, biz bu otaqların 3 nəfərlik və 2 nəfərlik olaraq bölsək, X otaq 2 nəfərlik olsa və Y otaqda 3 nəfərlik olsa, o zaman nə baş verəcək? Bunların cəmi olacaq 40. Otaq sayımız 40 oldu. X-ə demişdik 2 otaqlı. Onda 2X. Y-ə demişdik 3 otaqlı. 3Y. Bunların da cəmi olacaq 95. 3 nəfərlik otaqları istəyir. Yəni Y-i istəyir. Ona görə biz yuxarıdakının hər birini mənfi 2-yə vursaq, burada da mənfi 80 və tərəf-tərəfə toplasaq X-lərimiz gedəcək.
Mənfi 2y və y-in cəmi eləyəcək y. Burada da mənfi 80 95-in cəmi eləyəcək 15. Baxa görək, doğru tapmışıq yoxsa yox. 15 nəfər, baxın, 15 otaq 3 nəfərlikdirsə, o zaman bura sığır 45 şəxs. Yerdə qalan 25 deyilmi? 25-i də vururuq 2-yə, bu da eləyir 50. Yəni burada 50 nəfər insan sığır və nəticədə cəm olaraq 95 nəfər insan sığır. Demək, doğru tapdıq. Fx bərabərdir x kvadratı çıxılsın 6x üstə gəlsin k parabolasının qrafiki bu nöqtəsindən keçirsə. Nöqtədən keçirsə, birinci koordinat x-dir, ikinci koordinat y-dir. Qoyuruq yerinə. X-in qiyməti 2-dir. 2-nin kvadratı 4. Çıxılsın 2 vurulsun 6, 12. Üstə gəlsin k bərabərdir y-imiz mənfi 6-dır. Buradan k bərabərdir. Bunların cəmi mənfi 8 edir. Sağa atırıq müsbət 8 çıxılsın 6 və k bərabərdir 2. Demək, k neçə oldu? 2 oldu. Növbəti sualımıza baxaq. Bizə nə deyir? AD-nin uzunluğu neçə santimetrdir? Belə məsələlərdə biz nə edirik? Buradan bir perpendikulyar indiririk və bu CD xəttinin uzantısını çəkirik. Təbii ki, AB 2-dirsə, burada 2 olacaq düzbucaqdan. Perpendikulyarlıq bəllidir. Sonra digər bizə nə vermişdi başqa? AB-ni vermişdi ki, CD-ni BC-yə bərabər verib. Biz burada BC-ni unutmamalıyıq. BC də K-ya bərabər deyək. Bu da 6-dır. O zaman 6 bu, 8 də bu. Bu düzbucaqlı üçbucaqdan AD Pifagor teoremindən bərabər olacaq nəyə? 6-nın kvadratı üstə gəlsə 8-in kvadratı bərabərdir 100. Kökün altında 100-dən də nə çıxacaq? 10. Yəni AB-nin uzunluğu oldu 10. Keçirik növbəti sualımız. Bərabər tərəfli üçbucaqda H nöqtəsindən, baxın tərəf üzərindəki H nöqtəsindən HK və HM kimi hündürlüklər endirilib. Buradan yalnız və yalnız AB verilib. Bərabər tərəfli üçbucağın tərəfi. Məlum qaydaya görə biz bu nöqtədən həm bu tərəfə hündürlük çəksək, indi onun isbatını vermirəm. Rahatlıqla isbat eləmək olur. Biz bilirik ki, bu hündürlüklərin ikisinin cəmi, yəni M, H, üstə gəlsin HK, bərabər olacaq elə özünün hündürlüyünə. Sahədən 2 dənə sahəyə bölüb yaza bilərsiniz özünüzdə. Bir ümumi sahədən, bir də ki, ayrı-ayrı sahələrin cəminin ümumiyə bərabərliyindən bunların bərabərliyi çıxacaq. BH. O zaman hündürlüyün tapılması necədir? Bərabər tərəfli üçbucağın hündürlüyü BH bərabərdir. Tərəf 6 vurulsun kök altda 3 bölünsün 2. Bu da bərabər 3 kök 3. Yəni həmin o hündürlüklərin cəmi olacaq 3 kök 3. Keçdik. Demək, sinüs alfa bərabərdir mənfi 5-də 1. Və alfa bucağı 3-cü rubun bucağıdır. 180-dən böyük, 270-dən kiçik. Açıq-aşkar görünür ki, burada tələb olunan tangens deyil. Tangens 3-cü rübdə müsbətdir. Bunu yadımızda saxlayırıq. Bunu çox uzatmayaq. Belə bir düzbucaqlı üçbucaq çəkirik. Daha rahat olsun deyə. Alfa bucağı budur. Bunun sinüsü nədir? Qarşısındakı katetin hipotenuza nisbəti. Demək, hipotenuzumuz 5-dir. Katetimiz 1-dir. Bunun misilləri də ola bilər. Yəni 1K və 5K deyək də. Burada olur kök altında 24 Pifagor teoremindən. K da qoya bilərik yanına, qoymaya da bilərik. Demək, bizdən tangens istənilmir. Tangens alfa bərabərdir. Qarşı katetin bitişik katetə nisbəti. Yəni 1 bölünsün 24. 24 də 2 kök altında 3 başlayın. 2 kök altında 6 deməkdir. 4 vurulsun 6-dan. Bu sualın həlli belədir. İşarəni də nəzərə alırıq və daha qısa yazırıq. Kvadrat tənliyinin köklərinin kvadratları cəmini tapın. X1-in kvadratı üstə gəlsin, X2-nin kvadratı bərabərdir. Bunu cəmi birbaşa kvadrata yüksəltməklə
qarışdırmayaq. Köklərinin kvadratları cəmi, yəni ayrılıqda x1-in kvadratı üstə gəlsin ayrılıqda x2-nin kvadratı. Bunu necə tapırıq? Köməkçi düstur, müxtəsər vurma düsturunda öyrənmişdikmi? x1-in x2 ilə cəminin kvadratı çıxılsın 2x1, x2. Bu da bərabərdir. Köklər cəmi Viet teoreminə görə 6-dır. 6-nın kvadratı 36. Çıxılsın. Köklər hasili 4-dür. 4 vurulsun 2, 8. Və bu da bərabər 28. Keçirik növbəti suala. Sualın quruluşundan oxşarlığa oxşayır. Baxaq. BAC bucağı bərabərdir BYD bucağı. BYD bucağı ikisi də 90-dır. Tamam, bir bucağı bildik. B təpəsindəki bucaq bu kiçik üçbucaq üçün, yəni BYD və BAC üçbucaqlar üçün ortaqdır, düzdür? O zaman bizdən tələb olunan tərəf hansıdır? AD-dir, düzdürmü? AD-yə bir dənə X yazaq. Hər dəfə AD-ni yazmayaq da. Bu bucaq ortaqdır və bu bucaq da ki, buradakı bucağa bərabərdir, yəni D təpəsindəki bucağa. İndi biz münasibəti necə yaza bilərik? Bizə hipotenüz bəllidir. Kiçiyinin hipotenuzu 8-dir. Böyüyünün hipotenuzu nədir? Yəni bu bucaqların oxşarlığından yazıram da. Böyüyünün hipotenuzu 6, bu da 26, 32 eləyir. Sonra baxaq. Burada böyük üçbucaqda və kiçik üçbucaqda 2 xətt qoyduğum bu bucaqların qarşısında duran tərəflər uyğun tərəflərdir da. 6 bölünsün. Bunun qarşısındakı da 8 üstə gəlsin x-dir. Və biz buradan diqqətlə baxaq. Bu bucaq ortaq idi. Yəni B təpəsindəki bucaq həm kiçik həm böyük üçün ortaq idi. 90 dərəcələr bərabər idi. Demək bu bucaqlar da biri-birinə, bunlar da biri-birinə bərabər qaldı. Və biz uyğunluğu da tam dəqiq yazdıq. 6 bölünsün. Burada da x 6 8 üstə gəlsin x. Hipotenüs 8 bölünsün hipotenüs 32. Buradan ixtisar edirik 1, burada 4. Çarpaz vurandan sonra x üstə gəlsin 8 bərabər 24 və x bərabərdir 16. X nə idi? AD. Bizdən tələb olan da AD deyildi. AD'miz oldu 16. Sinüs baxın, sinüs mənfi 1. Daha sonra arksinüs mənfi 1 necə açılırdı? Mənfi arksinüs 1. Düzdürmü? Sinüs 1'i nə vaxt alır? Təbii ki, müsbət 1'i pi bölü 2'də alır. Mənfini atdığı qabağa tək funksiya olduğundan. Arktangensinə təkdir nə cütdür? Pi çıxılsından açılır. Pi çıxılsın. Bunun elə bir pi çıxılsın arkosinüs. Arkosinüs kökdə 3 bölünsün 2. Kosinüs kökdə 3 bölünsün 2'ni alır neçədə? Pi bölünsün 6'da, yəni 30 dərəcədə alır. Və üstə gəlsin arktangens 1'i alır 45 dərəcədə, pi bölünsün 4. Demək ki, mənfiləri bir toplayırıq, müsbətləri bir toplayırıq və daha sonra çıxarıq da buradan. Demək 4'də 5 pi çıxılsın 6'da, bunun sürət məxrəcini 3'ə vuranda 6'da 3 pi, bu da 1 pi, 6'da 4 pi. Və bunları elə ixtisar etmədən də 12'yə gətiririk. 12'də bunun sürət məxrəcini 3'ə vururam 15 pi. Çıxılsın buradakını da 2'yə vururam 8 pi. Bərabərdir 7 pi bölünsün 12. Bu ifadənin cavabı olacaq. Daha sonra belə bir düzgün altı bucaqlı verilib. Uşaqlar, bu bucağı tapmaq üçün bunun xaricinə biz nə etməliyik? Bir çevrə çəkməliyik. Xaricinə çevrə çəkəndən sonra artıq bu bərabər və ətərlərdir axı tərəflər. O zaman nə alırıq? Alırıq ki, bu tərəflərlə 1, 2, 3, 4, 5, 6. 6 bərabər qövsə ayrıldı. Hər birinin dərəcə ölçüsü nə qədər olur? 60 olur, düzdür? 360'ı böldük 6'ya, 60 aldıq. Və mənim bir bucağım burada
bir kiçik diagonalla bir böyük diagonal arasında qalan bucaq bu qövsün yarısına uyğundur da. Yəni bura olur 30 dərəcə. Və 25-ci sual sonuncu sualdır. Baxaq görək. ABCD paralleloqramında Latin bölənlərdir. Oludurmu? Bu da çox diqqətli olmaq lazımdır. Bunu belə verib və bizdən niyə belə verib, nə istəyir? Bura 90 dərəcədir. Niyə? Çünki 180 bunların ikisinin cəmi, yarlarının cəmi 90 dərəcə olacaq. Demək bu bucağa da 90 dərəcə qalır. Bu düz bucaq alındı buradan. Demək AY bərabərdir BC-yə. AD-ni versə dərhal görürdük. BC-ni verib. BC AD-yə bərabər olduğu üçün AD-yə yazıram elə birbaşa 15-i. DK buradır. DK nəyə bərabərdir? 9-a. Düzbucaqlı üçbucaq olduğu üçün Pifagor teoremindən buranı 12 tapırıq. Və əvvəlcədən də bunun 15 olduğunu axı bilirəm. Deyir AY bərabərdir BC-yə. Onda buraya da 3 qalır. Yəni KY bərabər olur 3. O zaman məndən nə istəyib? 7. Bu sualda çaşmırıq. YD-ni verməyib, verməsin, özümüz çəkirik. YD bərabərdir. Kökün altında 3-ün kvadratı. Burada fikir verin. Düz bucağı buradadır. 3-ün kvadratı üstə gəlsin. 9-un kvadratı. Bu da bərabərdir. Kökün altında 90. 9 vurulsun 10 kimi yazırıq və 3 kök altında 10 tapılır. Bu qədər. Növbəti izahlarda görüşərik.